Bizlərimiz Masazır qəsəbəsi Masazır Novxanı yolunda Duz gölünün tam qarşısında ömürlük mənzərəsi olan 4 otaqlı bir mənzili sizlərə təqdim edəcəyik. Hal-hazırda Masazır Novxanı yolu istiqamətini görürsünüz. Baxın, gördüyünüz bu binada Badam Store'un tam üzərində bir mənzili sizlərə təqdim edəcəm. Giriş hissədən mənzilə daxil olduq. Mənzilimiz 9 mərtəbəli binanın ikinci mərtəbəsindədir. 115 kvadrat ümumi sahəyə malikdir. 4 otaqlıdır, tam təmirlidir. Təmir zamanı bahalı və keyfiyyətli inşaat materiallarından istifadə olunmuşdur. Tam yelçəkər skvoznoy mənzildir. Həm Duz gölünə, həm də binanın həyət istiqamətinə baxışı var. Girişdə 61-20-yə qranit mərmər və istifollardan istifadə olunub. Təmir zamanı qeyd etdiyimiz kimi ən keyfiyyətli materiallar əsasında təmir olmuşdur. Proyektlə yaxından tanış edəcəm. Əsas yataq otağımız, qonaq otağımız, zal hissəmiz, giriş hissəmiz, sol hissədə güzgü hissə tam boy və burada buralardan istifadə olunub. Sağ hissədə burada qardırob hissə, üst geyimlərinizi asmaq üçün döşəmə. Baxın, bu şəkildədir. İkinci yataq otağımız valideyn yataq otağı. Burada mənzilin geniş bir mətbəx hissəsi var. Sanitar qovşaqları, hamam, tualet ayrı-ayrılıqdadır və bir sanitar qovşağımız da əsas yataq otağının daxilində master room otağındadır. Burada isə uşaq yataq otağıdır. Tam axıra qədər mən sizə mənzili başdan doğru olaraq sizlərə təqdim edəcəm. Çox gözəl bir mənzildir. Zövqlə təmir olunub, döşənib və gördüyünüz bütün əşya və texnikalarla birlikdə satılır. Daxil olduq, burada qeyd etdiyim master room yataq otağıdır və daxilində bir sanitar qovşağı, baxın, bu şəkildədir. Bütün lazım aksesuarlarla təmin olunub. Burada belə bir yataq otağımız və yataq otağının yataq dəstəsinin kənarında qurulmuş qardırob hissələr yerləşir. Burada make-up masası yerləşir. Baxın, burada make-up hissəsidir. Burada da aksesuarlar hissə yerləşir. Və buradan Duz gölünə birbaşa mənzərə mövcuddur. Eyvana çıxdıqda mən daha dolğun şəkildə sizə Duz gölünün mənzərəsini göstərəcəm. Sağlamlıq cəhətdən bir çox üstünlüklərlə seçilən Duz gölü istirahət güşələrindən biridir. Burada mənzilin qonaq otağı, ümumi oturma otağı yerləşir. İndi mən mətbəxi sizlərə göstərəcəm. Mətbəx o qədər böyükdür ki, qonaq otağından bir o qədər də istifadə etməyəcəksiniz. Yəni ev sahibi də hal-hazırda demək olar ki, qonaq otağından istifadə eləmir. Baxın, belə bir genişlikdə qonaq otağı var. Qonaq otağımıza qurulmuş kondisioner də görürsünüz, qri markalı kondisioner, çılçıraqlar tam şəkildə buralarla düzəlmiş, spotlarla quraşdırılmış bir qonaq otağı və qonaq otağından az öncəki göstərdiyim eyvana. Mən sizə eyvana çıxım, eyvanla da yaxından tanış edim. Baxın, daxil olduq mənzilin eyvan hissəsinə. Baxın, gün düşən mənzildə səhər gün çıxan kimi birbaşa mənzilin daxilinə. Baxın, Duz gölünü görürsünüz. Birbaşa panoramadır, ömürlük mənzərədir. Qarşısında heç bir zaman heç bir tikili olmayacaq. Olsa da Duz gölünün ətrafında park salınma ehtimalı vardır. Qonaq otağını sizlərə təqdim elədik. Keçək digər hissələrlə də yaxından tanış olaq. Vaxt itirmədən. İstilik sistemimiz kombidir, fərdi olaraq. Kollektor sistemi də burada qoyulub. Ev ümumilikdə isti döşəmədən ibarətdir. Yəni fikir verdinizsə, heç bir otaqda batareya yoxdur. Tam ev istifolla təchiz olunub. Burada ikinci yataq otağı, valideyn yataq otağıdır. Bu otağın da baxış istiqaməti Duz gölü istiqamətindədir. Baxın. Çox gözəl, zövqlə təmir olmuş bir mənzildir. Orta evdir, uqlavaya düşmür. Həm gün çıxanda, həm də gün batanda mənzilə gün işığı düşür. Burada isə mənzilimizin, baxın, az öncə dedimsə, geniş bir mətbəx hissəsi var, əzizləyicilərimiz. Yəni, qonaq otağının heç ev sahibi istifadə eləmir. Belə bir geniş mətbəx hissə, tam boy axıra qədər yığılmış mətbəx mebeli var. Baxın, görürsünüz, tam boy axıra qədər yığılıb mətbəx hissəmiz. Baxın, belədir. Lazım olan bütün avadanlıqlarla təchiz olunub, döşəməsi qranit mərmər və istifoldur. Su filtrinə qədər var. Baxın, gördüyünüz kimi bu şəkildədir. 115 kvadrat ümumi sahədir. Mənzil iki mənzilin birləşməsindən düzələrək 4 otaqlı mənzilə çevrilir. Qanun 4 otaqdan heç cür seçilmir. Yəni iki mənzilin birləşməsindən düzəlmiş 4 otaqlı bir mənzil. Sanitar qovşağını sizlərlə göstərdim. Döşəmədə istifoldan istifadə olunub Burada da hamam hissəsidir. Burada da həmçinin istifolla təchiz olunub. Burada isə 4-cü otaq olan 3-cü yataq otağı, uşaq yataq otağı yerləşir. Baxın, burada da gördüyünüz bütün əşyalarla təchiz olunub. Mənzil 9 mərtəbəli yeni tikili
bir binanın ikinci mərtəbəsindədir. Çox səliqəli binadır, həyəti var. Girişləri səliqəlidir, damafon sistemi ilədir. Qazı, suyu, işığı daimidir. Sənəd MTK müqaviləsidir. MTK müqaviləsi ala ki, ev sahibi tərəfindən müştərinin alıcının adına çevriləcək. Mənzil haqqında bu qədər əziz izləyicilərimiz. Bir daha qeyd edirəm. Mənzilimiz Masazır Novxanı yolunda Duz gölünün tam qarşısında 9 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Birbaşa gölə mənzərəsi olan 4 otaqlı, tam əşyalı, tam texnikalı bir mənzili sizlərə təqdim elədik. Mənzilin qiyməti aşağıda əlavə məlumat bölməsində qeyd olunacaq və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək Allah alana və satına xeyir versin.